Məsələ burasındadır ki, sənin nadir hallarda başqalarının həyatında necə iz qoyduğunu görə bilərsən. Çox vaxt səndən sonra heç bir təəssüratın qalacağını düşünmürsən. Sənin adını xatırlayan, eşidən, sənin dediyin və onun yaddaşında qalan kiçik bir şeyi xatırlayıb, üzündə necə bir təbəssüm yarandığını görmürsən. Enerjinin başqalarının həyatını necə işıqlandırdığını bilmirsən. Və ya bəlkə də sən birinə özünü daha yaxşı, daha güvənli hiss etməsi üçün bir ilham qaynaqsan. Sən həyatıva davam edirsən və ağlıma da gəlmir ki, kimsə sənin kiçik bildiyin sözlərini xatırlayaraq onlardan tutunur, ruhlanır və yola düşür. Hər yerdə özündən parçalarını buraxdığın fərqinə varmırsan. Bəzən bu kiçik anlar böyük dəyişikliklərə yol açır və bu yolda sənin də bir payın olur. Odur ki, sən dəyərli və əhəmiyyətlisən.